Əziz izləyicilər, hər birinizi yenidən kanalından salamlayıram. Bugünkü məşqimiz sinə və triceps məşqi olacaq. Mən birincisini 10-15 dəqiqə zaman ayırım və məşq prosesi boyu isə hərəkətləri tam izah edəcəm. Sinə məşqim isə hər zaman zəif yerindən başlayır, o da üst səsidir. Bəzən incline chest press-la başlayıram. Boş griflə, bəzən isə qantellə, bugün qantellə başlayacağam. Yenə dediyim kimi səsi zəifdir və dərəcəni isə 45 dərəcə qoyacağam. Yəni maksimum bucağı qaldıracağım və başlayacağım. Toplam 5 set edirəm. Bunlardan ikisi ya üçü isinmə seti olur. İndi vəziyyətə baxıram. Tam isinmiş formada hiss etsəm əzələni. Artıq işlək setlərə keçəcəm və toplam 2 işlək set olacaqdır. Biraz isinim, 16-dan başlayacağım. Səni qızışdırım. İsinmə setləri 15-20 arasısa, yəni çox yormalı deyil əzələni. İşlək setlərə keçəndə isə 8 ya 12 arası, yəni çalışacağım ən azı ondan aşağı düşməyim. Mən başlayayım, bucağı 45 dərəcə. Hərəkəti işləndə isə yəqin gördünüz, ayaqlarımı yuxarı qaldırıram. Bunun səbəbi isə ağır çəkiləri keçəndə most effekti yaranmasın. Yəni ayaqlarımızı yuxarı qaldırsaq, kürəyimiz tam platformaya yapışıq olur, skamyaya. Əminəm, görmüsünüz, bir çoxlarınız da çalışırsınız. Bu vəziyyətdə ağır çəki götürəndə istər-istəməz axınızları yaxşı qaldıra bilməyəndə kürəyinizi baxın, aşağı hissəsini ayırırsınız. Bu isə artıq incline chest press yox, elə sadə bildiyimiz düz skamyada bir qantellərlə chest press olur. Yəni ayağımı yuxarı qaldırmamın səbəbi sadəcə budur. Kürəyim ayrılmasın, tam yapışıq qalmalıdır. Fasilə ilə dediyim kimi isinmə setlərdə 1 dəqiqə yarım çox soymağa qoymuruq əzələni və başlayacağım ikinci setdən. Setlər arası isə məsləhətim olar ki, işlədiyiniz əzələni yaxşı dartasınız. Yəni fərq etmir, sinə olsun, kürək olsun. Maksimum dərəcədə set arası yaxşı dartın, çünki qanla dolmamış hissələrini stretching zamanı dolduracaqsınız. Yəni əzələviz tam pamplansın. Baxın, sinə əzələsində artması variasiyasını göstərə bilərəm sizə. Çox yox, sadəcə 10-15 saniyə pauza ilə dartırıq. Tam əzələmiz qanla dolsun. Digər videolarda qeyd eləmişdim. Sizin əzələviz nə qədər elastik olsa, bir o qədər daha ağır çəkilərlə tam belə deyim, təhlükəsiz çalışa bilərsiniz. Yəni, elastikliyi stretchinginiz az olsa, ağır çəkilərdə zədə almaq şansınız daha çoxdur. Yəni, çalışın, məşqdən əvvəl və məşqdən sonra mütləq dartınma hərəkətlərini edin, əzələvizi elastik edin və onda da zədə almaq şansınız az olacaqdır. Başlayım ikinci isinmə seti. Birincini 16 eləmişdim, ikincini biraz qaldıracağım yenə. İkinci seti eləməliyəm ki, isinmə setini əzələm tam yorulmasın, tam dolmasın. 24 götürəcəm, 10-15 dəfə eləyəcəm, sonra isə baxacam. Yaxşı isinməni hiss etməsəm, bir setdə eləyəcəm isinmə, sonra artıq işləyə keçəcəm. Bayaq qeyd elədiyim variasiyonu mütləq yoxlayın, hansında ki, siz ayağınızı yuxarı qaldırırsınız. Yəni, qantel olsun, platforma olsun, fərq etməz. Çalışın, yəni kürəyiniz ayrılmasın. Əminəm ki, sinənizi daha fərqli hiss edəcəksiniz. Çünki naqruska məsələ sinənin üstünə düşəcək. İşlək setlərə keçmək olar. Dəqiqə yarım fasilə verim və başlayacağım. Əvvəlki paylaşımlarda bir çoxlarınızın rəylərini gördüm, elə götürsək kürək və biceps məşqini. Rəylərdə yazırdınız, müəllim, bəs biz kürəklə triceps çalışırıq, sinəylə isə biceps. Bilirəm, bu tipik proqramla çalışırsınız, amma qeyd eləmək istəyirəm ki, bu bir individual yanaşma deyil, individual idman növüdür. Yəni, mən düz edirəm, sən yanlış edirsən, ya mən belə etməliyəm. Sən fərqli etməlisən, belə bir yanaşma ilə çalışmayın. Yəni götürsək məni, mən bir 8 günlük bir split çalışıram, yəni proqramı elə bölmüşəm. 2 dəfə kürək çalışıram, bilirsiniz, qeyd eləmişdim.
enliyinə və qalınlığına və 2 dəfə isə ayaq önü və arxası. Götürək lap mənim dünənki məşqimiz üzrə mən kürək çalışmışam və biceps. Bilirsiniz, kürək çalışanda zaten biceps çalışır. Amma proqram belə olduğu üçün dünən kürək, bugün isə mən sinə çalışıram. Yəni kürəklə trisepsi çalışsaydım mən dünən, bugünkü sinə məşqində maksimumu edə bilməyəcəkdim. Yəni ona görə biraz biceps çalışıram, çünki zaten bicepslər yüklənmiş olur kürək məşqinin sonunda. Sabahsı gün isə sinə məşqi çalışanda artıq mənim trisepslərim yenə çalışmayıb, çünki bir gün əvvəl fasilə vermişdim. Və sinə məşqinin sonunda isə maksimum dərəcədə triceps yükləyirəm. Və hər səfərində deyirəm, ağır press tipli hərəkətlər çalışanda mütləq dirsəklərdən istifadə edin. Sinə məşqində, çiyin məşqində, çünki dirsəklərimiz çox yüklənir. Maksimum çəkin götürəcəm, maksimum 36-dır. Çalışacağım yavaş edim ki, 10-12-yə satanda artıq əzələm yorulsun. Və bu birinci işli əsət olacaq. Əla. Biraz incəlim, növbəti ikinci setə keçsəm. Keçək ikinci hərəkətə. İkinci hərəkətin də sinənin üst hissəsi üçün olacaq. Sadəcə qantellərdən yox, incline chest press-də çalışacağım. Toplam 4 set eləyəcəm. Birinci sinmə seti, 3 isə işlə setlər və hamısını çalışacağım ağır edim. Çünki sinəm artıq sinib, yüngül çəkiyə ehtiyac yoxdur. Başlayayım, birinci set 15 eləyəcəm, sonra isə artıracağım. Yenə çalışacağım 8-dən ondan aşağı düşməyim. Hərəkəti yerinə yetirəndə çalışın, yavaş yerinə yetirin. Yəni, həm buraxanda, həm sıxanda negativ, pozitiv faza. Gördüyünüz kimi bütün hərəkətlərlə çalışıram. Yəni, yuxarıda sıxanda yarım saniyə pauza versəniz daha effektiv olar. Çünki həmən əzələrini maksimum dərəcədə pumpla doldurmuş olursunuz. Buraxanda isə negativ fazını yavaş endirin. Bir sözlə, əzələrinizi nə qədər stresdə saxlasanız, yəni mexaniki stres buna deyirlər, nə qədər stresdə saxlasanız, bir o qədər böyümə hormonları daha yaxşı ifraz olunlar və sizin əlbəttə ki, inkişafınız da yaxşı gedər. Yəni, ağır qoyun, necə gəldi edin, belə bir proqramla çalışmayın. Hərəkəti işlərində daha çox həmən əzələyə fokuslanın, nəinki bu ağır çəkini qaldırmalıyam, etməliyəm. Elə bir proqramla çalışmayın. Daha çox fokuslanın elədiyiniz hərəkətin işlədiyiniz əzələyə. Mən isə başlayacağım ikinci setə. Çalışacağım, biraz artırmışam çəkini. 12-dən aşağı düşməyin, bu mənim ikinci setimdir. Və baxacağım, əgər yaxşı getsə, sonra da qaldıracağım çəkini. Əla, düşünən biraz artımı olar, 5 artıracağım. İndi bunu 12 elədim, 10 eləyəcəm. Sonra da baxaram, yəqin ki, saxlayarım çəkini. Əla, düşünürəm bəs edər. Toplam 3 set elədim, 2 işlək. Çünki artıq 7-də dirəndi. 4-cü eləməyə bir mənası yoxdur, onda 4-5 eləyəcəm. Ona görə keçək növbəti hərəkətə. Növbəti hərəkətdə Smith-də olacaq. Orada biraz incline verəcəm, yəni aksentem sinənin üst hissəsi üçün olacaq. Bir neçə nüansları qeyd edəcəm. Əsasda dirsəyi necə kontrol eləməlisiniz. Çünki dirsəyinizin yuxarı və aşağı qaldırmağınızdan sinəyə düşən yük dəyişir. Qrifi götürürsünüz, skalplarınızı yığdınız. Yəni sizin sinə əzələniz çiyindən daha yuxarıda olmalıdır. Çünki bu vəziyyətdə qalsanız daha çox çiyin hesabına çıxacaqsınız. Çalışın, kürəyinizi yığın, sinəniz daha çox önə çıxsın və dediyim kimi dirsəyinizi biraz içəri yığırsınız. Yəni bu vəziyyətdə saxlasanız daha çox çiyinin ön hissəsi yüklənəcək və sinənizi hiss edə bilməyəcəksiniz. Onun səbəbindən bir çoxlarınızın çiyinin önü daha belə deyim üstündür sinə əzələsindən. Sinə əzələsinin üstü isə geri qalır. Götürdüyünüz çəkini, dirsəyinizi içəriyə doğru yığırsınız, sinə isə üst hissədə qalır, çiyinlər aşağıda. Yəni bu vəziyyətdə saxlamayın. Onda sizin daha çox çiyinləriniz çalışacaq. Biraz səri yığdınız, sinənizi verdiniz önə.
və davam edirsiniz. Artıq hər bazar çalışırıq bir YouTube videosu çəkək, paylaşaq. Çünki həftə içi dəhşət bir adam olur. Həm də yaya az qalıb, 2-3 ay qalıb və həftə içi mümkün deyil yəni çəkmək. Onun səbəbindən bazar günü axşam çəkirik, zal boşalsın, rahat çəkək. Adətən demişdim, mənim məşqim 2-ci yeməkdən sonra olur, yəni günorta 3-dən 5-ə qədər edirəm və hər zaman günümü ona uyğun planlayıram, yəni qidalanmanı. İndi isə axşam olduğu üçün saat 7-də başlamışıq çəkməyə. 7-yə qədər heç bir iş salmırsan, bir plan salmırsan, çünki avtomatik səhər oyanırsan və günüvü yeməyə uyğun planlayırsan. Правильно сказал, günüvü yeməyə uyğun planlayırsan? Нет, yeməyi günə uyğun. Нет. Günü yeməyə uyğun da, правильно. Планируешь свой день, günü yeməyə uyğun. Sonuncu setim qaldı, 3-cü set. Biraz artırmışam, drop set eləyəcəm. Çalışacağım bunu 6-7 dəfə eləyim, biraz səsini azaldıram və tükənişə doğru gedəcəm, yəni say yoxdur. Başlayaq, artıq çox dincəlmişəm. Biraz azaldım. Bu 7 oldu. Səhv eləmirəmsə. Bunu da çalışdım, bir 8 dəfə, 7 dəfə edim. Eyvallah. Eyvallah. Alt dəfə oldu. 3-cü seti də bitirdim və 3-cü hərəkət də bitdi. 2 hərəkətim qalıb, onlar da izolyasiya hərəkətləri olacaq. Daha çox kabellarda çalışacağım. Zalda ən çətin hərəkətlərdən biri isə işləyəndən sonra alətləri boşaltmaqdır. Bu niyə samı çətin gəlir bir çoxlarınıza. Ağır çəkilər dinləməyi xoşlayırsınız. Hərəkəti bitirəndə isə çoxlarınız daşları üstündə saxlayırsınız. Bir eləməyin. 4-cü hərəkət isə butterfly olacaq. Toplam 4 set eləyəcəm, elə hamısı da işlək olacaq. Bu hərəkət daha çox sinənin orta hissəsi üçündür. Ona görə çalışın. İşlədiyiniz zaman hərəkəti çıxanda bir saniyə pauza verin. Ortasını maksimum qanla doldura bilərsiniz. Hop. Yox, biraz yüngül gəldi. 25-dədir, 35 ilmək olar məncə. 12-yə qədər dirənsin. Hop. Bəzi hərəkətlərdə çəkin tapmaq da çox vacibdir. Çünki birinci setdən gördüyünüz kimi 35 qoydum, tam mənə uyğun oldu, 12-yə qədər dirəndi. Bəzən bu paylaşımların altında rəyləri bildirirsiniz, yazırsınız. Bəs 4-5 hərəkət mənə tam kifayət eləmədi, müəllim doymuram, belə sözü xoşlayırsınız işlətməyə, doymuram, doymursan yeməyi də yaxşı ye. 6-7 hərəkətə qədər gəlib çata bilirsiniz, yəni bunun səbəbi sadəcə tək bu ola bilər ki, siz bir 6-cı hərəkətə qədər gəlib çatana qədər, yəni məşqiniz o qədər yüngül olur ki, o sizə bir 10 hərəkət də belə bəs eləməyəcək. Yəni sizin 3-cü hərəkətin tamamında siz artıq yorulmalısınız. 4-5-i 100 də etməlisiniz. Əgər siz 6-7 hərəkət rahat edə bilirsinizsə, yəni bunu 100% deyə bilərəm ki, sizin elədiyiniz məşq boş bir şeydir. Əgər sən gəlib 10 hərəkətə qədər gəlib çıxmısansa, burada da fasilən tam 1 dəqiqə artıq lazım deyil. Yəni bir çəki qoyursunuz, hamısı işlə set olduğu üçün fasilən də eləyin ki, yəni siz biraz artıq dincəlsəz, artıq 35 yox 45 deyə bilərsiniz. Belə olmasın. Bir çəki qoydunuz, az fasilə verdiniz, bir çəki tam sizə kifayət eləməlidir. Biraz çox dincəlsəz əlbəttə ki, daha çox elə bilərik, amma bu bizə lazım deyil. İntensivliyi saxlayırıq, bizə bir çəki bəs edir. İkinci setim olacaq.
Bunu da sayı 12 edirəm və yavaş edirəm. 12 standartı tükən. Gördünüz 12 elə bilmədim, 10 elədim, heç bir önəmi yoxdur. Çünki əzələrimizin içində sayğac yoxdur, yəni oturub sayan bir adam da yoxdur. 10 elədiniz, bəs edir. Əsas odur tükənişə gəlib çatasınız. 11 də edə bilərsiniz, 13-də heç bir fərqi yoxdur. Sonuncu setlər mütləq maksimum sayıya qədər edin. Gördüyünüz kimi fərqli bir hərəkətlər çalışmıram. Vacib olan bu hərəkətləri necə yerinə yetirməyimdir. Bilirəm, bəziləriniz bu rəylərdə də yazırsınız. Gizli, qeyri-adi hərəkətlər axtarırsınız. Hansılar ki, daha tez inkişaf elətdirir, amma elə bir şey yoxdur. Vacib olan məşqin intensivliyi, çəkilər və hərəkəti düzgün yerinə yetirməyinizdir. Diqqətlə baxarsınız, burada da hərəkəti yerinə yetirəndə aşağıda 1 saniyəlik pauz edirəm. Sinənin alt hissəsini daha yaxşı sıxmağım üçün. Toplam 3-4 set eləyəcəm, sayılar da 15-dən aşağı düşməmək şərti ilə. Başlayaq. Orta çəki qoymuşam, baxım necədir. Məncə yaxşı olur elə. Əla, çox ağır deyildi, düşündən biraz artıra bilərəm. Burada da hərəkətə başladımsa 1 dəqiqədən artıq fasiləni vermirəm. Çünki çox fasilə versəm elə axırıncıya qədər gəlib çatmaq olar. Ona görə az fasilə, 1 çəki və maksimum intensivlik. Gördüyünüz kimi bugünkü məşq daha çox sinənin üst hissəsi üçün idi. Növbəti həftə isə məndə sinənin aşağısı və ortası üçün olacaq. Siz də belə bir həftədən bir dəyişə bilərsiniz. Məsləhətim ola bilər ki, sinə məşqindən növbəti sinə məşqinə ən azı 5 gün fasilə verəsiniz. Tam bərpa olması üçün. Çünki az incəsəz, ikinci məşqiniz maksimum olmayacaq. İndi isə triceps məşqinə keçsəm, toplam 3 hərəkət olacaqdır. Belə fasilə verməmiş başlamaq olar. Çünki bu hərəkət çalışanda triceps çalışmadı. Burada da bu hərəkətdə də ya düz tutacaqla çalışıram, ya iplərlə çalışıram. Onu da bir həftə bir çalışıram. Az olsa tricepsə düşən yük, buzaq dəyişir. Bu hərəkətin nüanslarını da qeyd edəcəm. Tam düzgün variasiyasını. İndi yüngül çəki ilə qoyum sizə göstərim. Bəziləriniz belə çalışırsınız, ya arxaya doğru, özünüzə doğru. Düzdür, burada biraz buzaqlar dəyişir. Amma ən düzgün variasiyası yan hissədən baxsanız, tam bu trosun istiqaməti necə qalırsa, o istiqamətdə də aşağı siz sıxmalısınız. Yəni, bu istiqaməti çalışın dəyişməyin, çünki naqruska istər-istəməz. Burada aşağıda boşalır, burada çətinləşir, özümə çəkəndə isə burada çətinləşib, burada yüngülləşir. Bu vəziyyətdə çalışsanız isə trosun düz istiqamətində hər iki variantda, yəni istər yuxarıda, istər aşağıda sizin trisepsiniz yüklü formada qalacaqdır. Yəni, gərginlik hərəkətin sonuna qədər trisepsdə qalır. Çalışın, trosun istiqaməti dəyişməsin. Dirsəklərinizi düz yapışdırdınız, tam buraxırsınız, streç etdiniz və yavaş şəkildə aşağı sıxın. İndi yandan da çəkəcəyi kadrı tam diqqətlə baxarsınız. Çalışın, bir sözlə desəm, bu trosun istiqaməti dəyişməsin. Həm yuxarıda, həm aşağıda daima gərgin qalacaq sizin trisepsləriniz. Başlayacağım, adaptiv set eləyim, biraz trisepsləri yaxşı isidim. Düşünürəm 17 ilə eləmək olar. Birinci setin sayı 15 olacaq, sonra qaldıracağım, artıq 12'ə qədər salacağım sayıları. Başlayaq. İndi biz yandan çəkərik, siz də baxarsınız. Birinci seti yerinə yetirəndə isə elə çəkili çalışın. Yəni adaptiv olsun, isinmə olsun, birincidən ağıra qoyub yükləməyin. Növbəti hərəkətlərə, setlərə cüzvüz qalsın. Biraz artırım, 1 dəqiqə fasilə. Çox ehtiyac olmasın çəkini qaldırmağa. Nə qədər az incəsək, bir o qədər bizə bir çəki bəs edər. Və sayını da 12-dən aşağı düşünmək şərti ilə
edəcəm. Növbəti setə başlayım. 40-a qoymuşam. Burada maksimum 50-dir. 4-cü setdə 50 eləyəcəm. O da drop set olur. Hərəkəti yerinə yetirəndə də çalışın. Baxın, tutacağı götürmüsünüz, qabağa əyilməyin. Bu zaman siz bu yükü çiyinlərinizin hesabında saxlayırsınız. Çiyinlərinizi yığın arxaya, dirsək sabit, bədənə yapışıq və bu traktorda çalışın. Yəni ağır eləyirsiniz, eləmək siz ağır, amma heç bir inkişaf olası deyil. Onun səbəbindən siz texnikanı pozursunuz, çiyinlərinizi verirsiniz qabağa və çiyninizin qabağında saxlayırsınız bu yükü. Trisepslər daha az yüklənir. Onda görə yəni biraz orta çəki qoyun ki, texnikamız pozulmasın və daha düzgün yerinə yetirəsiniz. Əmin olun bu daha çox effekt verər sizin nəzərinizə, nəinki maksimum yükləyib əyri eləməyiniz. Başlayacağım, bunu da çalışacağım 12 eləyim, 40 kilodur. Bilirəm, bəziləriniz zallara gəlirsiniz və məqsədiniz maksimum dərəcədə ağır çəki qaldırmaq olur. Qeyd eləmək istəyirəm ki, hər səfərində deyirəm, bizim məqsədimiz əzələ hipertrofiyasıdır. Bunun üçün yəni maksimum dərəcədə bir ağır çəki lazım deyil. Elə çəki götürməlisiniz ki, texnika pozulmasın. Fasilə vaxtım bitdi, maksimum yükləmişəm, drop set eləyəcəm. Baxaq, çalışacağım 7-8 edim birincini, sonra biraz çəkini azaldıram və tükənişə doğru gedirəm. 4-cü setimdə sonuncu setdir. Başlayaq. Görək, bayaq sizə izah edirdim düzgün texnika ilə. İndi özüm maksimum dərəcədə ağır qoymuşam. Görəm özüm nə deyəcəm. Zarafat edirəm, bu çəkində məşələdiyim çəkidir. O qədər ağır oldu ki, sayı da unuttum. Deyəsən 10 dəfə elədim. Burada isə daha az çəki ilə daha çox dəqiqlik. Əla, bu 800 oldu. Bu hərəkəti yekunlaşdırdım. Tam triceps sinib. İndi isə close grip bench press çalışacağım. Yəni, belə desək, узкий jim. Smith'də çalışacağım, daha yaxşı hiss edirəm. Orada da bir neçə nüansları qeyd edəcəm. Dirsək də çox vacibdir. Ümumiyyətlə, sinə və çiyin məşqində dirsəyin bucağı çox vacibdir. Siz dirsəyi hansı bucaqda saxlasanız, həmin əzələ daha çox yük sala bilərsiniz. İkinci hərəkətə başlayaq. Toplam 3 set eləyəcəm. Elə işlə setlərə başlayıram, yəni ağır çəki ilə, çünki triceps artıq sinib. Burada da dediyim kimi bayaq bir neçə nüansları qeyd eləmək istəyirəm. İlk öncə başlamaq istəyirəm qrifin tutacağından. Grifi çiyin bərabərində saxlayırsınız. Yəni bir çoxlarınız belə edirsiniz. Ehtiyac yoxdur, çünki ağır çəki işləyəndə daha çox biləkləriniz yüklənəcək, bağlarınız yüklənəcək. Biraz aralı saxlayırsınız çiyin bərabərində və özünüzü elə tarazlamalısınız ki, bu qrif sinəvizin tam aşağısına deməyim, biraz orta hissəsə düşməlidir. Və ən əsas məqam isə götdüm, dirsəkləri tam yaxın saxlamayın. Bir balaca da aralı saxlamalısınız. İndi növbəti kadrı biraz daha yaxından çəkəcəyik. Çünki bilirəm, bir çoxlarınız elə tələbələrindən də bilirəm. Çoxlarınız bu hərəkəti yaxşısı elə bilmirsiniz. Ya çiyinləri hiss edirsiniz, ya sinəni hiss edirsiniz. Amma biraz texnikalarda düzəliş etsəniz, əmin olun, triceps tam yükləmiş olacaqsınız. Və dördüncü isə yuxarı qaldıranda çalışın. Məsələ sinənizi yox, tricepslərinizi sıxın. Biraz daha hissiyat artsın. Biraz artıracağım çəkini 5-lər və ikinci kadrı daha yaxından çəkəcəyik. Dirsəklərinizi yuxarıdan görə bilərsiniz. Bu vəziyyətdə saxlayın və mütləq rəylərdə bölüşərsiniz. Əgər yaxşı hiss etsəniz, bildirin fikirlərinizi.
Və sonuncu hərəkətim qaldı. Üçüncü hərəkət triceps üçün overhead press eləyəcəm. Uzun başlıq üçün. Ümumiyyətlə, uzun başlığa bu hərəkətlər çox yaxşıdır. Hansılar ki, siz başınızın üstündə saxlayırsınız və böyük bir amplitudla çalışırsınız. Məsələ onda uzun başlıq çalışır. Çünki uzun olduğu üçün elə amplitudası da böyük olmalıdır. Nə qədər aşağı buraxıb çox qaldırsanız, bir o qədər həmən o başlıq daha çox qoşulacaq. Toplam 3 set eləyəcəm. Sayılar hamısı 12-15 arası, elə işlə setlərinə başlayacağım. Baxarsınız, burada da bir çoxlarınız düşünürsünüz, dirsəyi yaxın saxlamayın, amaral saxlamalıyım. Bu hərəkətdə heç bir önəmi yoxdur. Vacib olan elə bir vəziyyətdə saxlayın, sizə necə rahatdır. Yəni, bəzilərinizin çiyinləri elastik olmadığı üçün belə saxlayırsınız, bəziləriniz belə. Əsas vacib olan bu hərəkətdə maksimum amplituda ilə aşağı endirib yuxarı qaldırasınız. Yəni, dirsək elə də vacib deyil. Baxarsınız, hop. Bu tip hərəkətlərdə sizin dirsəyinizin yaxın və aralı saxlamağınız həmən əzələyə heç bir təsir etmir. Çünki tricepsin birləşmə nöqtələri, yəni eyni vəziyyətdə qalır. İstər siz belə saxladınız, ya belə saxladınız, tricepsin birləşmə nöqtəsi dəyişmir. Yəni buzaq dəyişmir və daima gərgin qalır. Sadəcə çalışın, sizə uyğun bir buzağı tapın. İndi hər kəsin dirsəyi, qolu uzundur, individual olduğu üçün. Özünüzə uyğun tapırsınız və bir amplitudla çalışırsınız. Mənə misal üçün bu daha uyğundur. Belə də bilmirəm, onda daha çox press olur. Belə isə tam böyük amplituduna endirə bilirəm. Əla, bu hərəkətdə yekunlaşdırdım. Tricepsə 3 hərəkət edirəm, bicepsə isə 2, bəzi hallarda 3. Bunun səbəbi sadəcə mən həftədə kürəkdən ayaqdan əlavə olaraq həm qolları, yəni bicepslə tricepsləri həftə 2 dəfə çalışıram. Ona görə 3 hərəkət. Həftənin əvvəli 3 hərəkət, həftənin sonu həftəyə toplam 6 hərəkət edir. Bu bəs edir. Əgər siz tricepsi bir dəfə çalışırsınızsa, bəzi hallarda 4 hərəkət edə bilərsiniz. Amma çalışın toplam 3 set olsun, yəni işlə setləri çox olmasın. Çünki bunun bərpası da var, belə inkişaf eləmək çətin olar. Və bugünkü məşqimizi də yekunlaşdırdım. İzlədiyiniz üçün çox sağ olun. Hər dəfə dediyim kimi, ən böyük dəstək sizin bu kanala abunə olmağınız, rəylərinizi bildirməyiniz və videoları bəyənməyinizdir. Bu da mənim üçün böyük motivasiyalar, növbəti videolar çəkmək üçün. Çox sağ olun, izləmədə qalın. Axşam saat artıq 10 oldu. Kesinliklə olduğu kimi zalı yenə mən bağlayası olacağım. Hər səfərdə çalışıram daha çox informativ olsun, daha çox məlumat ötürüm sizə. İzləmədə qalın.